Media subyektlərində çalışan əməkdaşlar tərəfindən dilin düzgün, səlis və ədəbi normalara uyğun tətbiqi vacibdir. Bu sözləri Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmailov Bakı Dövlət Universitetində keçirilən audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması yeni çağırışlar müstəvisində mövzusunda elmi-praktik konfransda deyib. O bildirib ki, audiovizual media cəmiyyətin daha geniş auditoriyasına təsir göstərdiyi üçün burada dövlət dilinin norma və prinsiplərinə riayət olunması xüsusi əhəmiyyət daşıyır. Bu istiqamətdə aparılan sistemli monitorinqlər isə mövcud nöqsanların vaxtında aşkar edilərək aradan qaldırılmasına imkan verir. Artıq Mətbuat Şurasında dil komissiyası yaradılmışdır. Ölkə mediasının sistemli monitorinqlərin aparılması bu sayədə buraxılan səhvlərin operativ formada aradan qaldırılmasına təkan verəcəkdir. Medianın İnkişafı Agentliyinin əsas prioritetlərindən biri də dövlət dilimizin mediada düzgün istifadə edilməsi prosesinə həssas yanaşmaqdan, bu sayədə jurnalist peşəkarlığının artırılmasına təkan verməkdən ibarətdir. Konfransda çıxış edən Audiovizual Şuranın aparat rəhbəri Fazil Novruzov isə müasir informasiya mühitində Azərbaycan dilinin qarşılaşdığı çağırışlardan danışıb. O qeyd edib ki, rəqəmsallaşma və sosial şəbəkələrin sürətli inkişafı dilimiz üçün həm yeni imkanlar, həm də müəyyən risklər yaradır. Yeni informasiya çağırışları, rəqəmsallaşma, qloballaşma, sosial şəbəkələrin inkişaf etməsi, sürətlə yayılması Azərbaycan dilinin audiovizual mediada istifadəsinə həm də yeni bir tərəfdən imkanlar, bir tərəfdən də risklər gətirir. Biz nəzərə almalıyıq ki, audiovizual media dövlətin siyasətinin praktik müstəvidə həyata keçirilməsinin ən əsas sahəsidir. Tədbirdə televiziya məkanında dil normalarına riayət olunmasının əhəmiyyətinə də toxunulub. ARB24 telekanalının icraçı direktoru Radik İsmailov efirdə tələffüz, vurğu və üslubla bağlı problemlərin aradan qaldırılması istiqamətində görülən işlərdən bəhs edib. ARB24 olaraq fəaliyyətə başladığımız ilk gündən Azərbaycan dilinin saflığının qorunması və dil üslub normalarına əməl olunmasını əsas hədəfimiz kimi müəyyənləşdirmişik. Səhvlərimizin müəyyənləşdirilməsi, çatışmazlıqların aradan qaldırılması məqsədi ilə illərdir hər həftə xüsusi monitorinq keçiririk. Qeyd edək ki, elmi-praktik konfrans çərçivəsində audiovizual mediada Azərbaycan dilinin saflığının qorunması istiqamətində mövcud vəziyyət təhlil olunub. Qarşıda duran vəzifələr müzakirə edilib. İştirakçılar televiziya və radio məkanında ədəbi dil normalarına riayət olunmasının gücləndirilməsi, dil pozuntularının qarşısının alınması üçün sistemli monitorinqlərin aparılmasının, jurnalistlərin dil və nitq mədəniyyətinin artırılmasına yönəlmiş maarifləndirici tədbirlərin vacibliyini vurğulayıblar. Bildirilib ki, bu istiqamətdə dövlət qurumları, media subyektləri və akademik mühit arasında əməkdaşlığın genişləndirilməsi mühüm əhəmiyyət daşıyır.